Lənkəran şəhərində Qafar Qasanov adlı şəxsə məxsus balıqçılıq VTG-sində aparılan fəaliyyət ciddi narahatlıq doğurur. Məlumata görə bu VTG-dən balıqlar qəbul edilir, duzlanır, hissə verilir və daha sonra müxtəlif mağazalara satış üçün göndərilir. Lakin bu proseslər zamanı gigiyena və sanitariya qaydalarına əməl olunmaması ciddi problem kimi ortaya çıxır. Müşahidələr və daxil olan məlumatlar göstərir ki, balıqların emalı zamanı sanitar normalar gözlənilmir, iş şəraiti antisanitar vəziyyətdədir. Məhsulun hazırlanması mərhələsində təmizliyə riayət edilməməsi, avadanlıqların və iş mühitinin lazımi qaydada dezinfeksiya olunmaması, istehlakçıların sağlamlığı üçün real təhlükə yaradır. Qida təhlükəsizliyi tələblərinin pozulması isə müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Xüsusilə qeyd etmək lazımdır ki, bu cür şəraitdə hazırlanan balıq məhsulları sonradan mağazalara göndərilir və geniş istehlakçı kütləsinə təqdim olunur. Bu isə məsuliyyətsizliyin təkcə bir ilə məhdudlaşmadığını, ümumilikdə ictimai sağlamlığa zərbə vurduğunu göstərir. Məsələ ilə bağlı aidiyyatı qurumların Qida Təhlükəsizliyi Agentliyinin Sanitariya və Epidemiologiya xidmətlərinin bu VTG-də təcili yoxlama aparması, aşkar olunan nöqsanların hüquqi qiymət verilməsi zəruridir. Qida istehsalı və emalı ilə məşğul olan hər bir sahibkar bilməlidir ki, qazanc insan sağlamlığından üstün tutula bilməz. İctimaiyyət olaraq gözləyirik ki, bu məsələ nəzarətsiz qalmayacaq və qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlər görüləcək. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.